Meyzər məhsullarının sahibi bizə danışdı ki, məhz o şərablarının tarixini Qacarlar dövrü ilə birləşdirmək niyyətindədir. Əslində, yəni o vaxtdan gələn bir məhsulmuş kimi göstərmək istəyir. Necə? Gəzdiyi müddətlərdə Sankt-Peterburqda Ermitaj muzeyində, Parisdə, Louvre muzeyində, Fransada bu məhsullarla bağlı, yəni sırf meyzə məhsullarına söhbət etmir. Ümumiyyətlə Qacarlar dövründə olan bu şərablarla bağlı onun fərqli portretlərdə, fərqli insanların, buradan keçən insanların səyahətnamələrində yazdıqları məlumatlara əsasən məhz adının Meyzər olmağına qərar verib və həmin dövrə uyğun olaraq onu istehsal eləməyi, onu göstərməyi fikirləşib. Biz deməli məhsulun ilk növbədə araşdırma hissəsinə başladıq. Araşdırma hissəsi ta Qacarlar dövründən bu günə qədər onların istifadə elədiyi paternlərdən insanların üz cizgilərinə, qaşları necə görünür, burunları necə görünür, hansı ornamentlərdən istifadə olunur, bu kimi məsələlərin hamısını araşdırmaqla başladıq biz bu məsələyə. Və orada çoxlu, bəlkə də 300-ə yaxın şəkillər ortaya çıxdı və həmin şəkillərdən artıq biz yola çıxaraq etiketi dizayn eləməyə başlamaq istədik. Və etiketimizin üstündə qız və oğlan şəkillərini təsvir eləməyi, qızın üzərində zümrüd quşunu təsvir eləməyi və onun dimdiyindən tökülən həmin o şərabı təsvir eləməyə qərarı aldıq.